Bu günləri çox ləzzətli, qaymaqlı, pomidorlu sousda toyuq hazırladım. İlk olaraq toyuğa ədviyyatları əlavə edirik. Məndə bu duz, istiot və toyuğa xüsusi dad qatacaq xmeli suneli ədviyyatıdır. Ədviyyatları yaxşıca toyuğa sürtürük ki, canına çəksin. Üzərini streclə örtüb 30 dəqiqəlik soyuducuya qoyuruq. Tavanı yaxşıca qızdırıb, bura kərə yağını və biraz da duru yağı əlavə edib, toyuq ətlərini hər iki tərəfli qızardırıq. Qazın ən yüksək atəşində qızartmaq lazımdır ki, toyuğun suyu içində qalsın. Yəni bizə lazımdır ki, toyuğun yalnız üzəri qızarsın. Narahat olmayın, toyuq çiğ qalmayacaq. Sonrakı mərhələdə sousun içində onu tam bişirəcəyik. İndi isə soğanı xırda-xırda doğrayırıq. Artıq toyuğun digər tərəfi də qızarıb və onu tavadan götürüb elə həmən bu yağda xırda doğranmış soğanları yumşalana qədər bişiririk. Daha sonra bura sousun qatı olması üçün biraz un əlavə edib 1-2 dəqiqədə qovururuq və üzərinə biraz şəkər tozu və pomidor soku əlavə edirik. Tomat pastası da olar. Bunu da 1-2 dəqiqə ərzində bişiririk. Sonra isə bura yağlı qaymaq və yaxud da xama əlavə edirik. Məndə paçkalarda olan 20%lıq qaymaqdır və üzərinə də 1 stəkan qaynanmış su əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Duzunu və istiotunu da əlavə edib toyuqları yenidən bu sousa qaytarıb qapağı örtülü halda vam odda 30 dəqiqə ərzində bişiririk. Bişən vaxtı toyuğu arada bir çevirin ki, sous ona hər tərəfli hopsun. Hazır olduqdan sonra üzərinə biraz xırda doğranmış keşniş səpə bilərsiniz. Bu cür hazırlanan toyuq yumşaq və çox ləzzətli olur. Bu da sizə bir fikir olsun, mütləq hazırlayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndisə, bəyən düyməsinə basıb kanalıma da abunə olmağı unutmayın. Gələn videolarımda görüşənədək inşallah hələlik.